Uşağınızı xarica aparmaq istəyirsiniz, amma digər valideyn razı deyil. Bəs bu halda nə etmək olar? Bir çox valideyn bu sualla qarşılaşır. Digər valideyn razı deyilsə, uşağımı xarica apara bilmərəm. Belə bir mübahisə yaranarsa, tərəflər əvvəlcə mediasiyaya müraciət edə bilərlər. Mediasiyada valideynlər bir araya gələrək uşağın xarica aparılması məsələsini razılaşma yolu ilə həll etməyə çalışırlar. Əgər razılıq əldə olunarsa, məsələ məhkəməyə qədər həll edilə bilər. Amma tərəflər razılığa gələ bilməzsə, mübahisə məhkəmə qaydasında həll oluna bilər. Burada əsas məsələ valideynlərdən birinin istəyinin üstün tutulması deyil. Əsas məsələ uşağın mənafiidir. Ona görə də belə bir vəziyyətlə qarşılaşmışsınızsa, mübahisəni dərhal böyütmək əvəzinə əvvəlcə mediasiya imkanlarından istifadə edin. Hüququnu bil, problemini daha düzgün və vaxtında həll et.